İşimiz Prius 29-a həsr eləyirik. Deməli, zamok açırsan, mühərriki hərəkətə gətirməyə ekranda belə bir yazı gəlir və görürsünüz nida. Zamoku da söndürəndə tam sönmür. Bax, o qalır yerində. Mənəm görünür, görünmür. Bu da sürətlər qutusunun o işarələri parkovka yetirir və monitor açıq qalır. Açarda yoxdur. Diagnostik eləyək səbəbini bilək. Deməli, yoxlanış nəticəsində məlum oldu ki, Hekon releysinin plus ayağında plus yoxdur. O da ki, sürətlər qutusunun idarə etmə blokundan idarə olunur. Baxın, onu promoy qoşmuşam. Yəni, müsbət vermişəm. Bax, maşının burada düşdü. İndi müəyyən eləmək lazımdır ki, plus ayağı niyə gəlmiş. Maşın, baxın, dala-qabağa gedir. Hərəkətə gəlir. Hərəkət edir. Deməli, manuala uyğun yoxlanıldı. Sürətlər qutusunun idarə etmə blokundakı çıxışda ayaqlar. Deməli, RZ1 və RB ayaqlarında 4.5 volta qədər olan naprijeni yoxdur. İndi hal-hazırda aktuatordan sürətlər qutusunun idarə etmə blokuna qədər olan xət prozvonk olunacaq. Orada problem çıxmasa aktuator əvəz olunacaq. Bu da bayaq ki, maşınımız bayaq silirdi, sır kodları aktiv qalırdı. İndi hal-hazırda silək. Gördüyünüz gibi gəlmədi. Bayaq ki, göstəriciləri də göstərdim sizə. Hansındakı pitaniya olmalıdır. Bax, görürsünüz. Bu bayaq sıfır göstərilənlər. Hansında var. Hibridin beyninə girək. Hibridin də beyni tərtəmiz. Ama bu kadar. Şimdi öyle problem olsa müracaat ediyorlar.